Video çarxları izlədim. Rəqsanə İsmailova Naxçıvandadır. Heç nə deməyəcəm. Çünki mən Ramiz Mehdiyev oturub bağdan çıxa bilmir. Türklərin o kələbçə deyirlər də, ayağındadır, qolundadır, bilmirəm harasındadır. Axır ki, kələbçəsi var, o oradan çıxmır. Rəqsanə İsmailova pozlar verir. Elə bir adamlara acıq verir. Bilmirəm kimə acıq verir. Belə Naxçıvanda el-ele tutublar, bir qoruyurlar onu. Ay, heç kim yoxdur ya. Bu 10 nəfər özüddə bu komanda gedib. Komandadan Rəqsanə İsmailovanı qoruyur. Hamı el-ele tutub. Ay, heç kim buna heç kim yaxınlaşıb. İnsanlar aşağıdadır, açıq havadadır, gözləyirlər də. Bilmirəm açıq hava idi, nə etsə. Orada onu gözləyir. O komanda var ha. Komandadan Rəqsanə İsmailovanı qoruyur. Yəni mən demirəm, geçsin, hər bir müğənnimiz geçsin, konsert də versin, insanların zövqünü də oxşasın, insanlarla canlı görüşləri də olsun. Belə mən də istəyərəm. Niyə istəmirəm ki? Allah Rəqsanə xanıma çoxlu pullar yetirsin, paralar yetirsin. Elə hər yerdə konsert olsun, Gəncədə olsun. O Gəncədə bilirəm ki, onun konserti təxirə salındı. Amma mənim üçün maraqlı budur ki, Ramiz Mehdiyev evindən, bağından çıxa bilmir. Maşallah, Rəqsanənin səsi Naxçıvandan gəlir. Bu necə olur? Mən xahiş edirəm. Bir də mənim bu sorğuma cavab verin də. Yəni, səbəblər nədir? O müğənnidir, belə şərait yaradılır. Azərbaycandan belə deyərdim də, gör neçə kilometr yol getdi. Düzdür, təyyarə ilə 1 saat 10 dəqiqədir. Belə gedəndə çox uzun bir yoldur da. Mənim üçün maraqlıdır ki, belə kim yaratdı bu şəraiti? Kələbçəni çıxartdılarmı? Yəni, o nələrsə aradan götürülürmü? Eləsə onda yazıq Ramiz Mehdiyevdəydin də, əgər beləsə. Təbii ki, mən onun o nəylərindən danışmıram Ramiz Mehdiyevin. Yəni, ondan danışıram ki, o seçimi deyirəm də, Rəqsanə ilə onu müqayisə edəndə, deyirəm, Rəqsanəyə bütün şəraitlər yaradılıb. Yenə də deyirəm, geçsin, konsertlər versin. Amma maraqlıdır ki, necə gedib ora? Hansı yolla gedib? İcazəsi var da yəqin. Mən xahiş edirəm. Bu sualıma mənim bir cavab verən olsun.